Salam əziz izləyicilər, mövzularımız natural ədədin kəsrə vurulması və adi kəsrlərin vurulması haqqında olacaq. Natural ədədi kəsrə vurmaq üçün həmin kəsri natural ədəd dəfə təkrar toplamaq lazımdır. Məsələn, 3 vurulsun 7-də 2 kəsri bizə veribsə, bu nə deməkdir? 7-də 2-ni 3 dəfə toplamaq. 7-də 2 üzərinə gəl, 7-də 2 üzərinə gəl, 7-də 2. Bu da bizə verir 7'də 2 üzərinə gəl, 2 üzərinə gəl, 2. 7'də 2-ni 3 dəfə topladıqda 6. Bunu asan formada bəs necə yazırıq? 3 vurulsun 7'də 2. Natural ədədi kəsrə vurarkən, həmin natural ədəd kəsrin sürətinə vurulur, sürətdə yazılır. Məxrəcsi olduğu kimi qalır. 7'də 6. Hər ikisində eyni cavab aldıq, amma ikinci yazdığım üsul daha asan və tez alınan üsuldur. O zaman biz daha çox ikinci üsuldan istifadə edə bilərik. Adi kəsrlərin vurulması bəs necə olur? İki kəsrin hasilini tapmaq üçün sürətləri vurub sürətdə, məxrəcləri vurub məxrəcdə yazmaq lazımdır. Məsələn, bizə C-də A kəsri və D-də B kəsri verilibsə, biz A-nı B-yə vurub sürətdə yazırıq, C-ni isə D-yə vurub məxrəcdə yazırıq. Nümunələrə baxaq. 5'də 2 vurulsun 8'də 3. 2-ni 3'ə vururam, sürətdə yazıram. 5'i isə 8'ə vururam, məxrəcdə yazıram. 2-ni 3'ə vuranda 6, 8'i 5'ə vuranda isə 40. Və ya 10'da 3 vurulsun 6'da 5. 3'ü 5'ə vururuq, sürətdə yazırıq. 10'u isə 6'ya vurub məxrəcdə yazırıq. Olacaq sürətdə 15, məxrəcdə isə 60. Cavabımız oldu 60'da 15. Adi kəsrlərin vurulmasında biz kəsri ixtisar etmə qaydasından da istifadə edirik. Bu zaman kəsrlərin vurulması daha asan hesablanır. İxtisarı da bundan əvvəlki mövzularda izah etmişəm. İxtisarın aparmaq üçün iki üsuldan istifadə edirik. Ya ardıcıl ixtisardan və ya əbub tapma yolu ilə olan ixtisardan istifadə edirik. Məsələn, 7'də 6 vurulsun 12'də 5. Biz bunu 6 vurulsun 5 sürətdə, 7 vurulsun 12 isə məxrəcdə yazırıq. Burada 5 və 7 və yaxud da 5 və 12 ixtisar olunmur. 6 və 7 də ixtisar olunmur, amma 6 ilə 12 ixtisar olunur. Əbub 6, 12 elə 6'dır. O zaman biz sürət və məxrəcdəki, sürətdəki 6-nı, məxrəcdəki 12-ni 6-ya ixtisar aparırıq. 6-ya ixtisar gedir 2 dəfə, 6-ya gedir 1 dəfə. Sürətdə qaldı 5 və 1, məxrəcdə isə 7 və 2. 5'i 1'ə vuranda 5, 2-ni 7'yə vuranda isə alınır 14. Və ya 7'də 2 vurulsun 10'da 21. Sürəti sürətə vurub sürətdə yazaq. Məxrəcə vuraq. Amma burada ixtisar getdiyinə görə əvvəl ixtisar aparmalıyıq. Əbab yazırıq. 2 7 ilə getməz, amma 7 21 ilə gedər. 7 və 21'ə əbab 7'dir. Daha sonra 2 7 ilə getməz, amma 2 10-dan gedər. 2 və 10'a əbab isə 2'dir. O zaman 2 və 10'u 2'yə ixtisar aparırıq 1, 2'yə aparırıq 5. 7 və 21 isə 7'yə aparırıq 1, 7'yə aparırıq 3. Sürətdə qaldı 1 vur 3, məxrəcdə isə qaldı 1 vur 5. Məxrəcə 5, sürətə isə alınır 3. Həmçinin biz natural ədədi adi kəsrə vurarkən də əgər ixtisar gedirsə, ixtisar qaydasından istifadə edirik. 12 vurulsun 18'də 5. Natural ədəddə adi kəsrə vurulub. 12'ni vuraq 5'ə, burada da 18 yazaq. Əgər əbab tapma yolu ilə ixtisar sizə çətin gəlirsə, hissə ixtisardan da istifadə edə bilərsiniz. Və yaxud da hissə ixtisarın ikinci adı da ardıcıl ixtisardır. Yəni, fərqi yoxdur. Bizdə sonda yenə gəlib eyni cavab alınacaq. Əbab 12 və 18 6'dır. 12 6'ya ixtisar gedir 2. 18 6'ya bölünür 3. Sürətdə qalır 2 vur 5. Məxrəcdə isə qalır 3. 2'ni 5'ə vuranda 10.
Sürətdə isə 3 alındı. Burada düzgün olmayan kəsir alındı. Düzgün olmayan kəsir alındığına görə biz bunu qarşı ədədə çevirə bilərik. 13-ə böləndə 3-dan, 3-də qalıq 1 qalır. Qalığı da yazırıq sürətə. Həmçinin 2 natural ədəd də adi kəsirə vurula bilər. 6 vur 9-da 4 vurulsun 3. Burada 6 vur 4 vur sürətdə yazmalıyıq. 9 isə qalır məxrəcdə. İndi baxaq. Gəlin burada ardıcıl ixtisardan istifadə edək. 3 və 9 3-ə ixtisar gedir 1 dəfə, 3-ə gedir 3 dəfə. Daha sonra biz 6 ilə burada aldığımız 3-ü də ixtisara apara bilərik. 3 3-ə gedər 1 dəfə, 6 3-ə gedər 2 dəfə. Sürətdə qaldı 2, 4 və 1. Bunların hasilini sürətdə yazırıq. Məxrəcdə isə 1 qalıb. 2-ni 4-ə və 1-ə vuranda 8 bölünsün 1. 8-i də 1-ə böləndə bizə elə 8 natural ədədini verəcək.